Salam, bugünkü izahlı materialımıza xoş gəlmisiniz. Bugün biz o görünməz, amma bütün həyatımızı idarə edən internet arxitekturasını söküb yığacağıq. Özdə artıq yorucu söhbətlərə yer vermədən, yalnız tam aydın və konkret izahlarla. Təsəvvür edin ki, önümüzdəki mürəkkəb məlumatlar olan bir PDF faylı var və biz ən vacib anlayışları sanki xüsusi rəngli markerlə qabartaraq yalnız əsas məqamları vurğulayacağıq. Hazırsınız? Başladıq. Gəlin qısaca bugünkü yol xəritəmizə nəzər salaq. Əvvəlcə internetə necə bağlandığımızın fiziki tərəfini, daha sonra məşhur TCP/IP və ünvanlama qaydalarını, ardınca qlobal internet xidmətlərini, axtarış sistemlərinin sehirli dünyasını və nəhayət elektron poçtun quruluşunu addım-addım nəzərdən keçirəcəyik. Birinci hissə, internetə ümumiyyətlə necə bağlanırıq? Baxın, hər şeydən əvvəl şəbəkəyə girmək üçün bizə bir növ qapı, bir keçid bileti lazımdır, düzdür? Bax, elə burada provayderlər, yəni qısaca ISP-lər dövrəyə girir. Onları bizim evimizdəki cihazlarla o nəhəng qlobal şəbəkə arasındakı əsas vasitəçi, bir növ körpü kimi düşünün. Onlar olmadan bizim internet dünyasına çıxışımız sadəcə xəyaldır. İndi isə o bağlantının fiziki olaraq necə təkamül etdiyinə baxaq. Bəlkə də bəziləriniz o köhnə dial-up modemi ilə internetə qoşulanda çıxan o cızırtılı səsi xatırlayır. Bugün isə biz ADSL adlanan, daha müasir, splitter, yəni xüsusi ayırıcı istifadə edən geniş solaqlı texnologiyadan danışırıq. Bu avadanlıqlar sayəsində arxa plandakı bağlantı marşrutları çox daha səmərəli şəkildə həll olunur. Fərqi anlamaq əslində çox asandır. Dial-up'ı köhnə, kələ-kötür və cəmi bir zolağı olan kənd yolu kimi təsəvvür edin. Sürəti maksimum 56 kilobitdir və ən pisi odur ki, siz internetdə olanda heç kim sizin evinizə zəng edə bilmir. Xətt tam məşğuldur. ADSL isə o dar yolu çox zolaqlı, sürətli bir şoseyə çevirir. Splitter vasitəsilə səs və internet məlumatları fərqli tezliklərə ayrılır. Nəticədə həm telefonla danışa, həm də eyni anda 24 megabitə qədər sürətlə internetdə gəzə bilərsiniz. Əla irəliləyişdə, elə deyilmi? İkinci hissəyə keçirik. TCP və IP və ünvanlama qaydaları. Bəs bu qədər dəyərli məlumat həmin o fiziki magistrallarda toqquşmadan necə hərəkət edir? Bütün sirr TCP/IP modelində gizlənib. Tamamilə fərqli kompüterlərin və sistemlərin bir-biri ilə ortaq dildə danışa bilməsi üçün 4 əsas səviyyə var. Tətbiqi səviyyə sizin istifadə etdiyiniz brauzerdir. Nəqliyyat və internet səviyyələri məlumatın qovluqlarını yönləndirir, fiziki səviyyə isə bildiyimiz o fiber optik kabellərdir. Bu dördü birləşib vahid bir standart yaradır. Prosesi beynimizdə canlandıraq. Təsəvvür edin ki, xaricdəki bir dostunuza ailə şəklinizi göndərirsiniz. TCP protokolu o böyük şəkli alır, mimlərlə kiçik tapmaca parçasına, yəni paketlərə ayırır və hər birini tək-tək nömrələyir. O, olduqca dəqiq bir poçt müdürü kimidir. IP isə poçtalyon rolunu oynayır. O kiçik paketlərin hər birini şəbəkədə doğru istiqamətə yönləndirir. Dostunuzun kompüterinə çatanda isə həmin nömrələr əsasında o kiçik parçalar bütöv bir foto kimi yenidən mükəmməl şəkildə yığılır. Amma təbii ki, poçtalyonun mənzil başına çatması üçün dəqiq koordinataya ehtiyacı var. Maşınlar, kompüterlər öz aralarında bizim bildiyimiz kimi sözlərlə deyil, 32 bitlik mürəkkəb, ikilik rəqəmlərlə, yəni IP ünvanları ilə danışır. Maşınlar üçün bu hesablamalar çox sadədir. Lakin biz insanlar üçün hər bir veb-saytın rəqəmsal kodunu əzbərləmək, gəlin etiraf edək ki, qeyri-realdır. Məhz bu ehtiyacdan domen adları sistemi, qısaca desək, DNS yaranıb. DNS internetin nəhəng avtomatlaşdırılmış telefon kitabçasıdır. Biz sadəcə insan dilində olan adı yazırıq, məsələn dim.gov.az. Arxa planda isə DNS dərhal həmin ismin arxasındakı mürəkkəb IP rəqəmlərini tapır və bizi düzgün ünvana yönləndirir. Göz qırpımında. Üçüncü hissə, qlobal internet xidmətləri. Cihazlarımız şəbəkəyə bağlandı, ünvanlar tənzimləndi. Bəs bundan sonra nə edə bilərik? Çox vaxt internet deyəndə yalnız www üzərindən veb səhifələrdə gəzmək ağlımıza gəlir. Amma əslində internet nəhəng bir magistral yoldur və W bu yolda hərəkət edən avtomobillərdən sadəcə biridir. Bu qaydalar həmçinin FTP vasitəsilə nəhəng faylların serverlər arası ötürülməsini, Usenet ilə telekonferansları və dünyanın o biri ucu ilə anında IP telefoniya vasitəsilə səsli zəngləri mümkün edir. Hər şey eyni fiziki infrastrukturun üzərində işləyir. Dördüncü hissə. Axtarış sistemləri necə işləyir?
Şəbəkədə olan milyardlarla səhifə məlumatın içindən bizə lazım olanı tapmaq prosesi 3 əsas mərhələdə baş verir. Əvvəlcə axtarış proqramı sizin sorğunuzu götürür. Sonra hörümçək və ya soxulcan adlandırılan avtomatik botlar işə düşür. Bunlar internet aləmini saniyə-bə-saniyə darayan alqoritmlərdir. Və nəhayət ən vacib hissə indeksləyici. O, toplanan məlumatları nəhəng, səliqəli bir kitabxana kataloquna çevirir. Yəni, biz axtarış edəndə əslində bütün interneti canlı yoxlamırıq, indeksləyicinin bizim üçün əvvəlcədən hazırladığı o nəhəng kataloqda axtarış edirik. Axtarışınızı qat-qat daha dəqiq etmək üçün bəzi riyazi məntiqi operatorlardan istifadə edə bilərsiniz. Məsələn, konkret bir cümləni axtarırsınızsa, onu sadəcə dırnaq işarələri içinə alın. Və ya alma axtararkən meyvə olanı deyil, sadəcə texnologiya şirkətini tapmaq istəyirsinizsə, alma minus meyvə yazmaq kifayətdir. Bu kiçik minus işarəsi minlərlə lazımsız səhifəni anında sıradan çıxarır. İnternetdə tapılmaz heç nə yoxdur, yetər ki, düzgün axtarmağı bilək. Və gəldik 5-ci yekun hissəyə. Elektron poçtun quruluşu. Yekunda isə internetin ən qədim, lakin bugün də dünyanı idarə edən mütləq standartlarından birinə e-poçta baxırıq. Elektron poçt ofislərdən tutmuş ən xırda şəxsi yazışmalara qədər qlobal ünsiyyətin təməlidir. Bəs o rəqəmsal interfeys və bu e-mail ünvanlarının anatomiyası necə qurulub? Ünvanın mərkəzində dayanan ən dahi detal @ simvoludur. Bilirdinizmi ki, internetin ilk illərində bu simvol məhz heç kimin adında və ya soyadında istifadə olunmadığı üçün bilərəkdən seçilmişdi. Bu sadəcə bir simvol deyil, çox həlledici bir ayrıcıdır. O, sistemə dəqiq şəkildə bildirir ki, dən əvvəlki hissə spesifik istifadəçinin adıdır, sonraki hissə isə o şəxsin elektron poçtunun qeydiyyatda olduğu serverin domen adıdır. Poçt tətbiqinin özünü istifadə etmək isə hamımıza məlumdur. To, yəni kimə hissəsində təyinat ünvanını, subject, yəni mövzu hissəsində mesajın qısa xülasəsini yazırıq. Təbii ki, bizim xilaskarımız olan kiçik qısqac simvolunu da unutmayaq. Bu qoşma xüsusiyyəti sayəsində şəkilləri və sənədləri rəqəmsal mətnə kodlaşdıraraq dünyanın o biri ucuna asanlıqla ötürürük. Bütün bu öyrəndiklərimiz bizi yekunda çox maraqlı, hətta biraz da heyrətamiz bir düşüncə ilə baş-başa buraxır. Siz hazırda bu izahlı materialı dinləyib bitirərkən arxa planda neçə minlərlə görünməz bot axtarış etdi, neçə minlərlə indekslənmiş paket IP protokolu ilə sürətlə yol qət etdi və bu prosesin qüsursuz işləməsi üçün fərqinə belə varmadığımız neçə dənə DNS tərcüməsi baş verdi. Cihazlarımızın arxasındakı bu möhtəşəm xaosun belə saat kimi dəqiq bir nizamla işlədiyini bilmək məncə interneti daha da cazibədar edir. Bizə qoşulduğunuz üçün təşəkkür edirik. Növbəti təhlillərdə görüşənədək.